İranın viran qalmış küçələri. Videodakı Şirazda Xomeyni Yardım Komitəsinin binası da etirazçılar oranı da viran qoyublar. Xomeyni Ruhullah Xomeynidən söhbət gedir. İran İslam Respublikasının 79-cu ildə ilk ali rəhbəri Fransadan, o şah rejimi dövrlərindən sonra İrana təyyarə ilə gətirilən və İranı idarə edən, İranda indiyə kimi mövcud olan quruluşun belə deyim də banilərindən biri. Sözümü nəyə gətirəm? İran əhalisi, farslar, bəluzlar, fərqi yoxdur, Azərbaycanlılar, kürdlər, ərəblər və s. və ilaxır hamısı, hər biri 79-cu ildə qurulan İslam Respublikasına aid bütün abidələri, bayraqları yandırırlar, əzirlər. Yəni bundan artıq ifadə olunmaq mümkün deyil ki, siz bizə lazım deyilsiniz. Bütün bunlardan sonra dəfələrlə belə etirazlar olur. Yəni yatırandan sonra yenə də çıxır ali rəhbər, indiki də Seyyid Əli Xamneyi, Ayətullah ki, yenə də başlayır oradan-buradan danışmağa, yəni dindən və s. və ilaxır öz müddialarını irəli sürür, insanları yenə tovlayır və insanlar yenə bir müddət yaşırlar. Sonra hansısa problem qabaran kimi müəyyən həqiqətlər yenə üzə çıxır. Bu həqiqətlər onsuz da İranda yaşayanlar bilir, amma vaxtaşırı hirslənirlər buna. Öz sosial rifahlarında bunu hiss etdikdə, işsizlikdə, realın dəyərdən düşməsində, bahalaşmada, inflyasiyada və s. və ilaxır. Bu, belə deyim də, ədalətsizlikləri duyan kimi başlayırlar etiraz eləməyə. Bu etirazları da, yəni, mən zarafatla deyirdim ki, Xamneyinin kabel oğruları dünyadan gizlətməyə çalışırdı. Nəyə görə belə deyirdim? Yanvarın 8-də İran İslam Respublikasında internet kəsilib, telefon rabitəsi də yəni fasilələrlə stabil olmayaraq işləyirdi. Bundan, yəni onlar İranın daxilində baş verənlərdən dünyanın agah olmasına qarşı çıxmaq, mane olmaq çalışırlar, amma videolar çıxıb, dəhşətli videolar, yəni etirazların nə qədər şiddətli olduğunu təsdiqləyən videolardır. Belə deyim, yanvarın 9-u xəbər çıxmışdı ki, etirazlar gecə saatlarında artıq yatırılıb, amma yatırılana oxşamır. Etirazlar davam edir və hərənin öz dərdi, öz tələbi var. Yəni etnik qruplara bölsək, bunu tutaq ki, Xuzistanda başqadır, Kürdistanda başqadır, Azərbaycan ostanlarında, vilayətlərində başqadır. Tək Azərbaycanlılar hardansa maliyyələşən digər daha az olan etnik qrupların hiyləsinə uymasınlar və öz istiqlallarını tələb etsinlər. Necə ki, bunu tələb edib Xiyabani, Səttarxan, Pişəvəri, Allah onlara rəhmət eləsin.